Əgər Bakıda təhlükəsizlik qüvvələri Ramiz Mehdiyevin Moskvanın təsir agenti kimi real təhlükə yarada biləcəyini güman etsəydilər, çox güman ki, Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun pik nöqtəsində onu həbs edərdilər. Musavat.com məlumat verir ki, ekspert Mikhail Neyjmakov Svobodnaya pressaya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsindəki cinayət işindən danışarkən belə deyib. Ekspert hesab edir ki, dövlət çevrilişinə cəhddə təqsirləndirilən Mehdiyevin Rusiya ilə bağlantıları haqda deyilənlər hazırda Bakıda araşdırılır. Ancaq bu, iki paytaxt arasında gələcək qarşıdurmaya səbəb olmayacaq. Bu adam ev dustaqlığına buraxılıb. Bununla belə, həmin şəxs digər məsələlərlə yanaşı, hakimiyyəti zorakılıqla ələ keçirməyə yönəlmiş hərəkətlərdə ittiham edilərsə, potensial tərəfdarları ilə təmasın qarşısını almaq və ya onu azad etmək cəhdlərinin qarşısını almaq üçün onu mümkün qədər təcrid etməyə çalışacaqları daha çox gözlənilən olardı. Təbii ki, burada yaş məsələsi də var. Ramiz Mehdiyevin artıq 87 yaşı var və onun istintaq təcridxanasında saxlanılması çox ağır nəticəsi olardı. Yəni, Azərbaycan hakimiyyətin onu o qədər də təhlükəli hesab etmir. Ona görə bu məsələ yalnız dolayı yolla Rusiya-Azərbaycan münasibətlərinə təsiri ola bilər. Eyni vaxtda, xarici siyasət böhranlarından sonra həm Bakı, həm də Moskva yəqin ki, yeni böhranda maraqlı deyillər. Hələlik praqmatik dialoqun əlamətləri daha çoxdur.